Dostlar, herkes salam olsun. Yeni videodan uzun müddət video çəkmirəm, paylaşmıram. Bəzi səbəblər var idi, üzr sayın. Hər şey yaxşıdır. Allah'ın şükürlər olsun. İşləyirik, çalışırıq. Pomidor yükləmişik dostlar. Dünən getdim Yevlaxda istixanada yüklədim. Parnik bildiyimiz yerdən. Çəkiliş eləyə bilmədim açığı, biraz yorğunçuluq idi. Gecə çıxdım, gecə qayıtdım. İndi hal-hazırda Ceyranbatan qarajdan tərpənmişik. Gedirəm sərhədə doğru. Gedə görə növbə var, yoxdur. Yəqin ki, növbə az olar. Bugün martın 21-idir. Gedirik Tataristana, Zlenodolsk şəhərinə. Şəhərdir, qəsəbədir, yəni Kazanın yanıdır. Çataq, 25 ora çatmalıyıq, görək çata bilirik, yoxsa gecikəcəyik. Belə dostlar, yolumuza davam edək inşallah. Dostlar, gəldik, pirə çatdıq. Sokarda yanacağımızı doldurduq. Baklarımızı ləvələb. Girək, burada market var. İftara orada biraz su, adi su, qazlı su, belə şeylər alım. Sonra birbaşa üzü sərhədə tərəf inşallah tərpənərik. Soyuq da var. Dostlar, sərhədə yaxınlaşırıq. 5 dəqiqə çatırıq. İşitdiyimə görə uşaqlarla danışdım. Dillər növbə var biraz. Görək. Burada növbə çox olsa Xanova ilə başqa sərhəddən, yəni bura yaxın sərhəddir, bilənlər bilir. 30-40 kilometr arası var. Samurdan Xanova sərhəd keçməz məntəqəsinə. Növbə çox olsa, alınsa oradan gelməyi düşünürəm. Çünki bugün ayın 21-idir. Mən 25-i düzdür, imkan dairəsində, yəni çatmalıyam boşaltma yerinə. Ona görə gedək inşallah. Çatağa görə başımıza nə iş gəlir. Xanovadan çox adam getmir, çünki oranın yolu kəndiçi yoldur, pis gündədir, oppanı düşə-düşə. Yəni bizim də malımız hal-hazırda pomidordur, plastik yeşiklərdə deyil, yəni kağız, kardon, karobkalardadır. O da biraz zəif olur, yəni maşının çox, belə deyək də, yağmalı, kələ-kötür yollarla hoppana getmək yaxşı bir hal deyil. Çalışmaq lazımdır. Elə yollarda biraz asta getmək. Çünki yeşillər əzilir və yaxud girir bir-birinin içinə, malı əzir. Pomidorların suyu çıxır. Boşaltma yerində də problem yaradırlar ona görə. Ən azından təzədən seçilməyə gedirsən, əzilənləri çıxardırlar,
salamatları təzədən qaytarırsan, boşaldırsan. Vaxt itkisi, baş ağrısı, belə deyək. Qardaş niyə sürmür bilmirəm. Tələsmir, getmək istəmir. Köhnə firmadayım dostlar. Axırıncı paylaşdığım videodan sonra, yəni paylaşdığım videodakı firmadayım. Onda qırmızı DAF sürürdüm, Barlovu. İndi Volvo sürürəm, yaşıl rəngdə. Axırıncı videodan sonra bu firmadan müvəqqəti bir neçə aylıq ayrılmışdım açığı. Getmişdim Avropaya, işlərim var idi. Getdim orada, bəzi işlərimi gördüm. Müvəqqəti bir neçə ayda orada işlədim. Düz olaraq çəkib paylaşmadım, çünki monoton, belə deyək də, adi bir şeydir. Yəni paylaşmışam Avropadakı iş rejimimi. Sonra qayıtmışam, buradayam, işləyirəm. Maşallah, hər yer yaşıllaşır, ağaclar çiçək açır. Allah bərəkət eləsin, inşallah. Böyle dostlar, terminala çatdım. İnşallah gedim sənətçinə işlərini görüm, yenidən qoşularım. Deməli dostlar, gəldim Samur gömrüyünə, oradan yazdırdım Xanobaya, çünki orada Samurda növbə var idi. Xanobadan da gəldim, keçmişəm artıq Rusiya ərazisindəyəm. 2 saat yarım hardasa vaxtım aldı sərhədi keçmək. Yaxşı keçdim bu dəfə. İndi gedirik yüzü Rastamoşkaya tərəf. Gedək Rastamoşkaya sənədlərimizi alaq. İnşallah sabah tərpənib gedərik boşaltma ünvanına doğru. Bu yolun bu tramplinlər olmaya, kölə kötürü olmasa, bura çox rahatdır. Bu sərhəd ümumiyyətcə çox rahatdır. Yəni hər şeyin sənədin, sünədin qaydasındadırsa, bu sərhəddən keçmək çox rahatdır. Направляйтесь на юго-запад. Belə dostlar, saat 6 axşam olur. Kakrazı çataq. İnşallah iftarımızı eləyək. Yataq dincələk, sabada sənət işlərimiz həll olunsun, Rastamoşka eləsinlər, tərpənib gedəcək Allahın köməyi ilə. Dostlar, yeni gündən hamıya salam. Dünən Dağıstandaydıq, bugün səhər-səhər Dağıstanı çıxdıq, tərk elədik, artıq Kalmıkiya ərazisindəyik. Gedirik yüzü Volqograda. Volqograddan da xəbər gəldi. Uşaqlar xəbərləyiblər ki, bəs əvvəllər günüz də girib çıxa bilirdik Volqograda. İndi deyəsən nəsə kamera quraşdırıblar, avtomatik cərmələyir. Əlavə olaraq da polislər saxlayırlar, qoymurlar dəlişə getməyə. Yəni deyəm, gözləməlisən axşam 11-i. Axşam 11-dən səhər saat 5-ə kimi Volqogradın içindən keçə bilərik. Ona görə mən indi planlayıram, inşallah sağlıq olsun, Volqograda qədər gedim. Volqogradın girişinə
girişlərində orada bir parkingdə dayanın. Akşam 11-dən sonra tərpənib gedərəm o vaxtı, nə bilim. Baxaram da səmərəli istifadə eləyərəm. 1-2 saat yataram, nə bilim, iftarımı eləyərəm. Allah bütün oruç tutanların oruçlarını qəbul etsin inşallah. Süfrəniz bol, bərəkətli, ruzili olsun. Dostlar, dünən başıma bir iş gəldi. Dayanmışdım, səhərdə oyandım, gördüm qoşqumun təkəri biraz boşalıb. Hava vurdum, gördüm ki buraxır, deşilib. Bir var deşi, bir de var ki yəni bir nə bilim təxmini bir 5 santı təkər açılıb da aralanıb şporun arasından. Bir 3 saat dəyişdim təkəri. Halım yox idi çünki gecəni də düz yatmamışdım. Oruc, qan tər içində oldum. Neysə ki dəyişdim, zapaskanı bağladım üstünə. Dünən gün ortaydı, tərpəndim. Gəldim elə bir Maxaçqalaya çatmamış. Maxaçqalada zapaskanın yerini dəyişdim. Çünki mən ora balaca təkər vurmuşdum, viduş təkəri. Yəni avtomobilin təkərini vurmuşdum pritsepə, qoşquya. Onu çıxardıb normal zapaskanı vurdum ora. Normal zapaskanı niyə orada yerində vurmadım? Çünki boş idi. Onu da doldurmaq üçün yəni şlanqdan doldura bilmirdim. Disklə təkərin qırağından buraxırdı. Belə dostlar. Biraz əzginəm, yorğunam, yəqin ki səsindən bəlli olur. İndi orucluq aydır. Adam biraz halsız olur, yuxusuz olur. Havadakı biraz da hava təsir eləyir. Düzdür, buna da şükür. Keçən reis donadına gelib gəlmişəm. Keçim zadım işləmirdi. Bizim yanacaq mənfi 7-8 dərəcədə donurdu. Donurdu nə mənada? Yəni belə deyim də qatılaşır. Qatılaşandan sonra əlavə pec var. Məsələn, dayananda, yatanda qoşursan. Öz balaca motoru var. O məsələn donurdu, işləmirdi. Yəni balaca nasosu var. O salərkanı gətirə bilmir. Çünki qatılaşıb. Yəni bu hava əladır. İnşallah bu reysi tamamlayaq. Aprel ayı vizaya müraciət eləmişəm. Viza almalıyam. Çünki bu firmada mən Avropa liniyasında, Avropa xəttində işləyirəm. Yəni Avropaya gedirəm. Düzdür, indi məsələn Tatarstana gedirəm, Kazana, amma vizam yoxdur deyə. İnşallah gələn ay vizanı alıb görək. Ya Çexiya, ya Almanya, buralardan bir yerə getməliyik inşallah. Allahın köməyi ilə.
Dostlar, yeni gündən hamıya salam. Dünən Volqoqrada gəldik. Volqoqradın mərkəzi ilə, içi ilə keçə bilmədik. Obyezt elədim. 180 kilometr yolumuz andı. Amma 11'ə kimi gözləmədim də. Axşam saat 6 idi mən ora çatanda. 11'ə kimi gözləmədim. 1 saat elə bir yolumuz andı. Belə deyək, 4 saat qabağa düşdü. Hal-hazırda da Ulyanov şəhərinə yaxınlaşırıq. Dünən elə bir gecə gəldim. Saat 3'ə qədər sürdüm maşını. 3'ə qalmışa qədər, daha doğrusu. Gəldim, elə bir Saratova çatmamış. Bizim firmadan maşın var. Həm də sinif yoldaşımda. Orada dayanmışdı. Gəldim, onun yanında 1-2 saat dayandım. Mən də yattım. Səhər tərpəndi, gəldi. Gəldi Saratov keçdi, biraz da yatdıq. 1-2 saat orada yatdıq. İndi bir şükür gedirik. Dünən yuxu mənə imkan vermirdi maşın sürməyə. Heç vaxt elə maşın sürmürəm yuxum gələndə. Amma 25'i çatmalıyam deyə sabah çatmalıyam boşaltma yerinə. Ona görə biraz özümə əziyyət verdim. Hava düzəldi. Volqoqrada qədər yağış yağırdı. Volqoqraddan bu tərəfə Allah şükür hələ ki qurudu havalar. Amma gecə səhərə yaxın soyuq idi. 6-7 dərəcə şaxta var idi. Mart ayı olmasına baxmayın. Bugün inşallah gedib belə deyək də mən sabah ora girməliyəm. Bugün çatıb nə bilim bir 20 kilometr çatmamış, hardasa dayanaram. 20-50 baxacam da rahat bir yerdə. Sabah tezdən inşallah girəcəm boşaltmaya. Ondan sonra inşallah ki boşaldandan sonra da abratla Azərbaycana yük. Görək nə vaxt olacaq, nə vaxt verəcəklər. Amma bu zonada, bu Tatarstan ərazisində yüklər demək olar ki çox olur. Prosto indi Novruza görə Azərbaycanda banklar, nə bilim şirkətlər işləmədiyinə görə ola bilsin 1-2 gün gözləyə bilək. Hər halda inşallah ki olar. Hər yer sapsarıdır. 1-2 həftədən sonra hamısı yamyaşıl olacaq buralar. Yadıma düşmüşkən bir dənə kommenti də cavablandırım. Bir qardaş bu yaxınlarda soruşub maaş barəsindəki maaşlar necədir? Valla burada bu işdə yəni beynəlxalq işləyən firmaların çoxunda, yəni daxildə işləyənləri bilmirəm. Amma beynəlxalq işləyən firmaların çoxu yəni maaş yoxdur. Maaş var yəni rəsmi işləyirsən. Amma yəni onun səlahiyyəti yoxdur, belə deyək. Sən reysə pul alırsan, məsələn, hər səfərə uyğun pul alırsan. Tutalım, firmadan firmaya da fərq var, nə bilim, 5 aşağı, 5 yuxarı, amma çoxu da eynidir. Məsələn, Bakıdan pomidor vurmuşsan, Moskvaya gəlirsən, sənin $600 maaşındır. Yəni o
gedib gəlməyə görə 600 dollar pul verirlər. Bir də firma var, məsələn, yemək pulu verir. Yəni, firma var, məsələn, belə deyək də, yoldakı xərclər, məsələn, yanacaq xərcidir, nə bilim də, sənədləşməsi xərcləridir. Bunları firma verir. Amma firma var, məsəl üçün, yemək pulu vermir, amma o, belə deyək də, sürücülər arasında rasxod deyirlər də, yəni, o, yanacaq, yol xərcləri biraz artıq verilir. Yəni, ortalama demək olar ki, 5 manat, yəni 5 aşağı 5 yuxarı maaşlar eynidir. Yəni səfərə uyğun maaş alırsan. Tutalım, Moskvaya getdin 600 dollar, məsələn, Sibir tərəfə getdin, nə bilim, 1000 dollar. Tutalım, Tatarstana gəldin 700 dollar, canım desin. Türkiyə məsəl üçün 500-600 dollar arasıdır. Yox, Türkiyədən məsələn Tatarstana gəldin. Türkiyədən Tatarstana gələndə 1200, baxırda indi firmadan asılıdır, 1000, 1200, 1300. Plus yəni firmadan firmaya fərq var da, yəni deyirəm, yemək pulu verirsə, o da sənə qazancdır. Məsələn, belə deyək də, özün pişirib, özün ya evdən götürəsənsə, ekonomiya eləsən, yəni o pul da sənindir. Yəni onu da, belə deyək də, bir qismin evdə aldığın ərzaqlara çıx, qalanı sənindir. Amma yox, məsəl üçün, yolda yiyəsən, kafelərdə yiyəsənsə, onda biraz, belə deyək də, o verilən puldan sənə qalmır. Belə. Çalışdığım qədər, belə deyim də, ətraflı cavab verdim. Qaranlıq qalarsa, yenə də, yəni, bacardığım qədər hamının suallarına cavab verirəm. Allah hamıya kömək olsun, hamının ruzisin halal yerdən bol eləsin, inşallah. Hamının işi avand olsun, yolda olanların yol açıq olsun. Belə. Dostlar, herkes salam. Yükümüzü gətirdik, boşaltdıq Tatarstanda. Dünən axşam da yükümüzü yüklədik. Belə Tatarstandan yüklədik. Mayonez, ketçup, Bakıya inşallah. Yükləmişik indi. Sızrana çatırıq, sonra Saratov, Volgograd, Elista inşallah, oradan sonra üzü Dağıstana tərəf. Bir gün inşallah sərhədə çataram. Çox gec olsa keçməyəcəm, səhər keçəcəm, sübh tezdən. Gecə sərhədi keçirsən səhərə qədər, səhərdə yuxu imkan vermir maşın sürməyə. Ona görə gedə inşallah çataq, baxarıq vəziyyətə. Əslində mən keçən həftə yükləməli idim, 5-ci gün, belə deyək. Mən boşaltdım, ikinci gün boşaltdım. İkinci gün boşaltdım, üçüncü gün 2 gün qaldım orada boşaltdığım ünvanda, pomidorları boşaltdığım ünvanda. 4-cü gün getdim üzü
Elabuqa şəhərinə tərəf. Yükləməm oradan olacaqdı. Oldu da daha doğrusu. Elə sinif yoldaşım bizim firmada işləyir, o da orada dayanmışdı. Getdim elə onun yanında dayandım. Sadəcə olaraq yükləmə tarixi dəqiq deyildi. Tarixin dəqiqləşməyini gözləyirdim. 5-ci gün ortadan sonra mənə dedilər ki, bəs bugün yükləməlisən. Mən də zəng vurdum yükləmə yerinə, dedilər ki, bəs artıq gecdir. Bazar günü axşam gəl, birinci gün yükləyərik. Yəni mən 5-ci gün, düzdür, hər işdə bir xeyir var. Belə deyək, Allah bilən məsləhətdir. Sadəcə olaraq 5-ci gün mən yükləyib çıxsaydım, mən indi bəlkə də evdəydim, Bakıdaydım. Və yaxud da sərhəddəydim. Belə dostlar, yükümüz mayonezdir, bayaq dediyim kimi. Mayonez, ketçup qarışıq. 19 ton 177 kilo. Gedək görək inşallah. Sağlıq olsun. Çataq, boşaldaq. Boşaldandan sonra 17'si, aprelin 17'si imtihanım olmalıdır. Beynəlxalq yük daşıma sertifikatı. 21'i Fransa səfirliyinə getməliyəm viza üçün. Schengen vizası almaq üçün. Demişəm, amma yenə də təkrar edeyim. Yəni bu firmada alıram onu. Çünki bu firmada mən Avropa xəttində işləyirəm. Demək olar ki, aprel ayın işləməyəcəm, evdə olacam. Mən də inşallah hardasa aprelin 7-si, 8-i, maksimum 10'una qədər yükü boşaltsam Bakıda. Ondan sonra 20 gün, 1-3 həftə evdə olacam. Allah'ın izniyle. Havalar istiləşir. Bayaq dayanmışdım. Abed eləyirdim. Maşının içine geldim, oturdum. Gün vurub necə qızdırmışdısa. Kondisioneri qoşdum biraz. Şüşələri açdım ki, maşının içi biraz sərinləsin. Dostlar, yeni gündən hamıya salam. Dünən Kazandan tərpəndik. Yuxum gəlmədi. Bir ara gəldi, getdi. Hardasa 1100 kilometre yaxın dünən yol sürdüm. Volqoqradı. Gündüz keçmək olmur deyə. Saat elə bir Volqoqradı keçib mən dayandım. Üçün yarısıydı gecə. Yandım, saat 10'a kimi yattım, 7 saat. Demək olar ki, bəs elədi. Yuxumu aldım, durdum. Durdum, səhər yeməyimi yedim. Tərpənmişəm, indi hal-hazırda Kalmıkyadayam. Dağıstana hardasa bir 4 saatlıq yolum qalıb. Dağıstan ərazisinə, yəni Kalmıkyadan Dağıstana keçəcəm. Obşi ümumi 720 kilometr yolum var sərhədə qədər. Sərhədə qədər əslində çalışacağım sürüm. Yenə hardasa belə deyək, gecə saat 3-4 arası çataram. İnşallah ki, sağlıq olsun.
Sadəcə olaraq Dağıstan yolu biraz ağır yolda, amma gecə rahat olur. Gecə getmək yolu çünki Prioralar, Kamazlar bilənlər bilir, az olur. Yəni çox xaotik bir maşın sürmə şeyləri var Dağıstanlılara. Demirəm, bizdə də məsələn sürücülük amma belə deyim də qayda qanunlara riayət eləmir. Mən özüm də riayət eləmirəm açığı. Mən məsələn Almaniyada olanda, başqa ölkədə olanda, nə bilim Avropanın bəzi ölkələrində maşın sürmüşəm, balaca maşından gedir söhbət. Mən uyuram, yəni qayda qanunlara uyuram. Amma Bakıda məsələn balaca maşınla hərəkət eləyəndə məcbur biraz iti sürməlisən, patoka uyğunlaşmalısan ki geri qalmayasan, belə deyim. Dağıstan da həmçinin biraz yəni maşın sürmək barəsində çoxu da cavan uşaqlardır, ümumiyyətcə anlayışları yoxdur. Tırın altına girirlər demək olar ki. Ona görə elə yuxum gəlməsə Allahın izni ilə istəyirəm elə gecə ilə gedim, sərhəddə dayanım, yatım. Sabah səhər durum, sərhədi keçim inşallah Azərbaycana. Niyə istəyirəm tez gedim çatım? Çünki aprelin əvvəlləri, yəni 1-2 günə, 3 günə mənə dərsə getməliyəm. Taxograf kartına görə. Taxograf kartına görə 2 gün dərsdə olmalıyam. Ondan sonra 17-si imtahanda olmalıyam. Beynəlxalq dünən demişdim deyəsən, beynəlxalq yük daşıma sertifikatı. 21-i də vizada olmalıyam. Əsas indi taxoya görə tələsirəm ki, telefona mesaj gələcək ki, filan tarixdə dərsdə olun. Ona görə deyirəm, nə qədər bacarıramsa gedim, çatım. Sonra vaxt itirməyim də. Çünki taxo kartımın vaxtı qutarır iyun ayında. Belə. İnşallah ki bugün gəlib çataram sərhədə. Çalışacağam. Uzaqbaşı yuxum gəlsə də belə eləyirəm də. Görürəm ki yuxum gəlir. Bir saat və yaxud 2 saat yatıram, dururam, bir dənə kofe, qara kofe, darışı gedirəm. Görək xeyirlisi inşallah. Dostlar, keçdik Dağıstana. Kalmıqdan Dağıstana keçmişik. Qarşıda Azərbaycan kafesi var. Kaçıva edilən bir yer var orada, yəni yemək yerlər çoxdur. Seçim boldur. Gəlib orada dayanıb inşallah
Biraz çörək yeyib tərpələcəm üzü sərhədə. 448 kilometrimiz qalıb. Amma ağır yoldur da. Bu yol biraz ağır deməzdim çox da, amma yorur da adamı. Bir var avtoban ola. Avtoban olmasa da məsələn belə Aşıqqada dünəndən bezdirib mənə. Məsələn belə ola, düz yol ola, sürüb gedərsən. 447 kilometr belə çıxmasın 6 saat yarıma sürərsən. 7 saata deyə qrubu qavara. 7 saata sürərsən. Amma indi biz gedəcəyik Maxaçqalanın içi, Dərbəndin içi, qalx, düş. Açıq qalıb. Qalx, düş, sağ, sol vaxt aparacaq. Amma belə göstərir 7 saat. Görək də. Tez bazar bir dənə. Abed ujun. İkisini bir yerdə. Eləyək. Yolumuza devam edeyim ondan sonra. Dostlar, herkes salam. Azərbaycana girdim bu dəqiqə. Buralarda bir yerdə dayanıb çörək yemək istəyirəm. Gedirik Hökməliyə, Avrora şirkətinə. Orada inşallah. Yəqin ki bugün boşalmazlar, sabah birisi gün boşaldarlar inşallah. Dalı verək bura. Kafelerde axır vaxtlar ürəyimizə deyil, yemək istəmirəm. Amma acam deyə məcburam. Belə dostlar, çörək yiyim, təzədən qoşularıq. Dostlar, sərhəddən tərpəndik, ödənişli yolda yox. Gedirik üzü Hökməliyə tərəf. Maşallah hər yer yaşıllaşır, ağaclar çiçəkliyir. Yuxum gəldi. Dünən az yatdım da, dünən gecə 3-də gəldim, çatdım sərhədə.
4'te dayandım. 5'te bir oyandım. Fikrim var ki 5'te durum. Tərpənim gedim. Sonra fikrimi dəyişdim. Dedim bu 1-2 saatdə yatım, gördüm halım pisdir. 7'də durdum. Bura saat oldu 8-9. Hamamaza da getdim, ona göre vaxt biraz çox çəkdi. 9'da tərpəndim, başladım sərhədə keçməyə. Orta saat 2'də çıxdım. Böyle pis keçmədim. Yani bundan tez də keçmişəm, olub ki. Ama yani gec də deyil, normal. Hələ biraz simen dəyişdi, onu gözlədi. Daha sonra əsniyə qalmışam. Şeyim satım, maşın atım Avroranın həyətinə. Oradan da 2 dənə taksi inşallah evə. Bu pullu yolu yaxşı ki açıblar. Tanrı açılır da. Yoksa evvel kaçmaz, ne bileyim işte o kendi arası yollar. Hem vaxt itirirdi, hem adam yorulurdu. Dümdüz gelirsən düz axıra kimi. Dostlar, herkes salam olsun. Azərbaycandayıq hal-hazırda. Güzdey, aşağı Güzdey Qəsəbis tərəfdəyik. Yükü boşaltdıq Avroraya. Hələ bir 5 dəqiqə olar çıxdım. Maşını aparıram qaraja inşallah. Aparım qaraja, biraz işləri var, təkərlərim dəyişilməlidir. Xırda para belə işıq, lampiçka işləri var. İnşallah onları həll eləyəm, görək növbəti reysimiz har olacaq, nə vaxt olacaq.